Bir dənə üzr istəyirəm səndən. Səbuy, bir dənə üzr istəyirəm səndən. Gəl bir dənə belə eləyək də. Hadi. Bax qardaş, mənə əsas məsələ bu sənin nə lazımdır? Nədir? Şiəlik etiqadı haqqdır. Əksin deyən kafirdir. Allah razı olsun. Zəhmət olmasa Qurani Kərimdən, ayələrlə Muhammeddən sonra 12 imam gələcək, Muhammeddən sonra Mehdi gələcək və yaxud ayələrlə mənə Allah üçün qardaş məsumiyyəti isbat elə ki, filan kəs məsumdur. Nə bilim bax Quran ayələri ilə bu etiqadınızın kökü var ha, mənbəyi 12 imam, nə bilim Əhl-i Beyt, nə bilim 12 imama itayət edib höccətullah bilmək olar. Bunlar bir dənə Qurandan Allah əmr eləsin. Biz də gedək itayət edək də 12 imama nə olar? Yalnız Quran. Yalnız Quran. Bəli, yalnız Quran. Tabi peyğəmbərin yəni şeyin qoyuq qırağı, kəlamın qoyuq da qırağı, düzdür? Din Allahın dini deyil qardaş. Bu din Allahın. Quran-Kərimdə ayəmiz yoxdurmu ki, ya Muhammed, Qur'anı izah elə. Elə bir ayəmiz yoxdur. Bəli qardaş, Allah Əgər Quran bizə kifayətsə peyğəmbərin izahı nəyə lazımdır? deyirəm də niyə lazımdır? Bax da bu deyil. Bax Allah Subhanahu taala Quran-Kərimdə deyir ki, haqq sənin Rəbbindəndir. Və ikinci ayədə deyir ki, din Allaha məxsusdur. Qardaş, Allah bu barədə bir şey nazil etmir. Məsəl üçün mən niyə əhlüsünnəyəm? Soruş denən Rasim, niyə əhlüsünnəsən? Soruş da bir dənə sual vermə. Cavabını özüm də bilirəm, hə, yaxşı sual verirəm. Niyə əhlüsünnəsən? Bilmirsən qardaş, cavabım odur ki, Quranda 30 dənə sabi dəqiqə ayə sayaram ki, Allah Subhanahu va Taala deyir ki, Muhammeddə sizin üçün gözəl nümunələr var. Allahı sevirsinizsə Muhammedin ardınca gedin. Nümunə, o sizdə deyilir, özə səhihdir, Peyğəmbər sübh namazını qəzaya verdi. O nümunəni deyirsən? Bəli qardaş, Peyğəmbərin qəzaya verməsi də bizə nümunədir ki, qəza eləyəndə necə Allah sənə razı olsun. Qəza eləyəndə necə tut? İndi sən Allah sənə razı olsun. Bax, onu deməyi mən bəs elədi. Sübh namazını qəzaya vermək Peyğəmbərin nümunəsidir. Sübh namazını qəzaya vermək də haramdır. Əhl-i sünnədə də qəza namazı yoxdur. Var olasın, var olasın. Qorxdum. Peyğəmbəri günahkar çıxardan, Peyğəmbərə haram işə sövq edənlə mən nə bəhs edeyim? Adına sünnət qoyur. Öz-özünü yandırır da. Allah deyir ki, Peyğəmbərin nümunələr var. Onda məndə Peyğəmbərin nümunə var. Peyğəmbər sübh namazını qəzaya verib, mən də qəzaya verim də onda. Nümunət də mən üçün. Bunu Peyğəmbər eləyib də tar. Şərt çox danışmaq deyil ki. Bax, mən işləyəm. Bax, Allah hamd olsun işləyəm. Fikri müştərilərləndir. Yəni əzbərə danışıram. Bir dənə sual, bir dənə cavab söz kifayət eləyir. Məsumiyyət etiqadı, məsumiyyət. Əhzab surəsinin 33-cü ayəsində. Əgər ki, əhli müxaliflər bizə sual versələr ki, əhli müxaliflər bizə sual versələr ki, axı Allah orada keçmiş və gələcək günahlarını bağışlayacağını deyir, bağışlayar. Bəli, biz Qurana baxanda neylə baxırıq? İzahla, təfsirlə, dərinliyinə gedirik, düzdürmü? Çünki bu dindir. Var müalicə, var müayinə. Müayinə nədir? Və müalicə nədir? Müalicə odur ki, yoluxmuş xəstəliyə dəf edəndə olur bu müalicə. Müayinə nədir? Hələ sən xəstəliyə yoluxmamısan, amma qabaqcadan tədbiri görürsən. Əhzab 33, müalicə 4. Müayinədir, müayinə. Məhəmməd. Bu da həm ərəb qrammatikasında, həm də İslamda bu qaydadır.